Bizim ən böyük səhvimiz bizim öz gücümüzü başa düşməməyimizdir. Yəni talışlara daim belə bir düşüncə yeridilib ki, talışlar 5-10 nəfərdən ibarətdir Azərbaycanda, 2-3 nəfərdir. Onların da biri İrana işləyir, o birisi Rusiyaya işləyir. O birisilər də ortada nə bilim gəzir də belə Azərbaycanda şəhid ortaya gətirirlər, Qarabağ bunda ölmək üçün yaradılıblar. Yəni bu tipdə talış tipi yaradılıbdır və bu talışlara da bu cür tətbiq edilibdir. Bunlar təbii ki, Rusiyanın, Türkiyənin və digər xüsusi xidmət orqanlarının gücü ilə olub. Bu Azərbaycandakı bu üstdə olan Yeraz Naxçıvanların başı üçün deyil belə bir sistem yaratmaq bizə qarşı. Bunlar Türkiyənin, Rusiyanın gücü ilə bunu ediblər və bizə qarşı siyasi texnologiyalardan istifadə ediblər. Bəs biz nə etmişik? Biz öz gücümüzü başa düşə bilməmişik. Talışlar 2 milyonluq bir gücdür. Bizim nə İlham Əliyevdən, nə bunun Erkin Qədərlisi olsun, İsa Qəmbər olsun, Əli Kərmisindən nə isə gözləməyimizə ehtiyac yoxdur. Özümüz məsələləri məşhurlaşdıra bilərik, özümüz kontent yarada bilərik, özümüz bu məsələləri gündəlik müzakirə edə bilərik və sonda onlar da məcbur olacaq bundan danışmağa, siyasi reallığı qavramağa. Çünki ancaq fikir verin, bunlar məsəl üçün Əli Kərimli, İsa Qəmbər olsun bir neçə dəfə öz ifadələrində, xüsusən də son dövrlərdə talış ifadəsinə yer veriblər. Nəyə görə? Çünki kontent yaranıb. Çünki internetdə çox güclü bir kontent var talışlar tərəfindən, xüsusən də son 10 ildə və məcburdular artıq bunu etməyə və siyasi reallıqla barışmağa.